Salam əziz məktəbli dostlar və məni izləyən valideynlər. Bugün Zambaq nəşriyyatında Maestro Niyazi mətnini izah edəcəm. Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Maestro Niyazi 1912-ci il avqustun 20-sində Tiflisdə dünyaya göz açmışdır. Anası Böyük xanım ixtisasca həkim, atası Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəylinin qardaşı, musiqili komediya teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən idi. Deməli uşaqlar, Niyazi, yəni Maestro Niyazi Tiflisdə anadan olmuşdur və onun atası Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəylinin Azərbaycan himninin musiqisini yazan Üzeyir Hacıbəylidir. Həmin Üzeyir Hacıbəylinin qardaşı olub, yəni atası. Və onun atası Zülfüqar Hacıbəyov həm də musiqili komediya teatrının əsasını qoyan görkəmli sənət xadimi idi. Onun musiqi sənətini seçməyində Üzeyir bəyin də əvəzsiz rolu olmuşdur. Yəni Niyazinin musiqiçi olmağında rolu olanlardan biri də Üzeyir Hacıbəyli idi. Üzeyir Hacıbəyli, yəni hər iki soyadını da istifadə edirlər. Niyazidə ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən, yəni onun ilk müvəffəqiyyəti, yəni onun ilk uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənət günlərindəki çıxışı ilə bağlıdır. Deməli, onun ilk uğuru, müvəffəqiyyəti nə ilə bağlı idi? 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti günlərindəki çıxışı ilə bağlıdır. Deməli, Moskvada tədbir keçirilir və həmin tədbirdə adlanır Azərbaycan İncəsənəti günləri. Yəni, həmin tədbirdə Azərbaycan İncəsənətinin müxtəlif sahələri nümayiş etdirilir. Və Niyazidə həmin gün çıxış edirdi. Belə ki, o, Moskvada Üzeyir Hacıbəylinin, Koroğlu və Müslüm Maqamayevin Nərgiz operalarına dirijorluq edirdi. Bu zaman o həmin əsərlərə şöhrət, onların müəlliflərinə isə böyük uğur qazandırır. Həmin dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini, baxın, 1935-ci ildə nəyi? Rast və Şur muğamını, klassik nümunələrini nota köçürür. Xosrov və Şirin operası, Rast simfonik muğamı və sair əsərlər Niyazi qələminin məhsuludur. Maestro Niyazi 1986-cı ildə Çitra baletinə görə Cəvahirləl Nehru mükafatına layiq görülmüşdür. Qeyd edək ki, o, Çitra baletinin məşhur hind yazıçısı Rabindranath Tagorun Chitrangada dramı əsasında yazmışdır. Bir sıra dövlət mükafatlarına, o cümlədən Esteri xalq artisti fəxri adına layiq görülən Maestro Niyazi 1984-cü il avqustun 2-sində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Sənətkarın mənzili 1994-cü ildən ev muzeyi kimi fəaliyyət göstərir. Nəsə, bir balaca mətn oxuyanda çox hiss elədim ki, uşaqlar dilim nəsə çönmür sözlər deməyə. İlk dəfəli belə olurdum. Maestro Niyazi Cəvahirləl Nehru mükafatına hansı fəaliyyətinə görə layiq görülmüşdür? Qeyd edək ki, o, Çitra baletini məşhur hind yazıçısı Çitra baletinə görə, baxın, Maestro Niyazi 1986-cı ildə Çitra baletinə görə Cəvahirləl Nehru mükafatına layiq görülmüşdür. Və bu həmin Çitra məşhur hind yazıçısının dram əsəri idi. Cavab C variantı.
Hansı fikirlər doğrudur? Niyazi bəy 1938-ci ildə ilk böyük müvəffəqiyyətini qazanmışdır. Baxın, onun ilk böyük müvəffəqiyyəti 1938-ci ildə olmuş. Deməli, bu doğrudur. Maestro Niyazi 1912-ci il avqustun 20-də Bakıda anadan olmuş. Xeyr, o Bakı şəhərində yox, Tiflisdə anadan olmuşdur. Baxın, burada da qeyd olunub. Tiflisdə dünyaya göz açıb. Niyazi bəy eseri xalq artisti fəxri adına layiq görülmüşdür. Bəli, bu da doğrudur. Mətndəki fərqləndirilmiş sözlə eyni mənada olan söz hansı cümlədədir? Fərqləndirilmiş söz əsərlər. Səhərki qara buludlardan əsər əlamət qalmayıb. Uşaqlar, buradakı əsər sözü, yəni hər hansı bir kitab mənasında, bir musiqi əsəri mənasında nəzərdə tutulur. Zülfüqar Hacıbəyovun bəstələdiyi əsərlərdən biri Aşıq Qərib operasıdır. Bəli, bu həmin əsərdən danışır, yəni həmin əsər mənasında işlənir. Mətni əsasən uyğunlaşdırın. Rast və şur klassik musiqi nümunələri Niyazi bəy tərəfindən ilk dəfə nota köçürülür. Bir B-dir. Koroğlu və Nərgiz operaları həm maestro Niyazi Moskvada keçirilən Azərbaycan incəsənəti günlərindəki çıxışında dirijorluq etmişdir. Həm də, bəli, baxın, Maestro Niyazi Moskvadakı çıxışı ilə bağlıdır. Həmin rast və şur klassik musiqiləri, baxın, burada göstərim. Baxın, Koroğlu və Nərgiz operaları 1938-ci ildə onun çıxışı ilə bağlıdır və 1938-ci ildə. Cavab A variantı. Dirijorun hansı əsəri Azərbaycan xalq musiqisi ilə bağlıdır? Azərbaycan xalq musiqisi ilə bağlı cavab A variantı. Çitra baleti bilirik ki, məşhur Hind yazısına uyğun idi. Xalq musiqisi ilə bağlı olan isə Koroğlu baleti idi. Deməli, xalq musiqisi ilə bağlıdır deyil. Deməli, rast simfonik muğamı. Baxın, Azərbaycan xalq musiqisinin nümunələrini rast və şuru nota köçürür. Yəni, rast xalq musiqisi ilə bağlıdır. Cavab D variantı. Mətndə hansı yarım başlığa rast gəlinmir? Mətndə hansı yarım başlığa rast gəlinmir? Maestro Niyazinin ailəsi. Bu başlıq var. Çünki yəni orada onun ailəsi haqqında qısa da olsa bir məlumat var idi. Atası, anası haqqında. Maestro Niyazinin musiqi sənətində rolu, bəli, orada geniş şəkildə bəhs olunmuşdu. Azərbaycan dirijorluq məktəbinin tarixi. Yəni orada dirijorluq məktəbinin tarixi haqqında məlumat verilməzsə geniş. Sadəcə Niyazinin məşhur dirijor olduğu qeyd olunmuşdu. Yəni geniş bir tarixi haqqında bir məlumat verilməmişdir. Cavab C variantı. Mətni əsasən hansı doğru deyil? Mətni əsasən hansı doğru deyil? 1938-ci ildə Azərbaycan incəsənəti günlərindəki çıxışı. Bəli, bu doğrudur. 1935-ci ildə rast və şurun deməli nota köçürülməsi doğrudur. Tiflisdə anadan olması doğrudur. Vəfat etməsi 1994-cü ildə deyil. 1984-cü ildə idi. Sadəcə olaraq 94-cü ildən onun evi muzey kimi fəaliyyət göstərir. Maestro Niyazi hansı əsərlərin dirijoru olmuşdur?
Deməli, Koroğlu və Nərgiz. Cavab B variantı. Maestro Niyazinin musiqi sənətini seçməsində kim böyük rol oynamışdır? Əmisi Üzeyir Hacıbəyli. Maestro Niyazinin ilk böyük uğuru hansı tədbirdə olmuşdu? Moskvada Azərbaycan İncəsənət Günləri tədbirində olmuşdu. Diqqətinizə görə təşəkkür edirəm.